Salam hörmətli izləyicilər. Yazılan çoxsaylı kommentarları nəzərə alaraq bu günləri Almaniyada market qiymətləri haqqında video çəkəcəm və bu gün alış-veriş edəcəm və sonda alış-verişin qiymətini sizə göstərəcəm və sonra bunu Azərbaycanla müqayisə edin. Deməli, banan 1.29. Dostlar, video çox uzun olmasın deyə qısa çəkirəm. Yəni sonda aldığım bazarlığın qiyməti nə qədər eləyəcək. Burada məqsəd bunu göstərməkdir. Hər bir şeyin qiymətini göstərmək istəmirəm sizlər. Çünki özünüz gəlib görərsiniz ki, elə də baha deyil. Misal üçün burada 5 kiloluq kartof 3.49 sentdir. Burada 5 kiloluq soğan 1.49 sent. En sonda ümumi bu arabanın axıra kimi dolduracağım. Nə qədər eləyəcək qiyməti görəcəksiniz siz. Meyvə tərəvəz səsəm qutardıq. İndi keçdik süd və süd məhsullarına. Süd və süd məhsullarına keçdim. Burada işte qiymətləri də baha deyil. Azərbaycanda günəbaxan yağı neçədir dostlar? 3 manat və 5 manat. 1.69. Dostlar, yəni hər şey almışam, yəni toyuq əti, mal əti, çəkilmiş ət, toyuğun sinə əti, balıq, lazım olabilecek hər bir şey almışam. Hələ də almağa davam edirəm. Dostlar, ağzına kimi doldurmuşuq. Burada yer yoxdur. Gedək kassaya. Dostlar, bu qədər bir araba ağzına qədər bazarlığa mən Almanya'da vermişəm 187 euro. Çeka baxa bilərsiniz. 187 euro 69 sent. Dostlar, bu videonu çəkməkdə məqsədim var. Məqsədi budur ki, yəni mən sizə çeki göstərdimdə 187 avroya mən evə lazım ola biləcək hər bir şey almışam. Ən azı bir 20 günlük yeyib içməyim deyən. Özəl geninə boluna, yəni lazım olan, lazım olmayan, ekstra lazım olan və ya da ki, yəni necə deyirlər, abur-cubur hamısını almışam yəni. Fıstığına qədər, nə bilim, şokoladlarına qədər, balıq ətinə qədər və s. 187 euro əslində Almanya'da 2 günə qazanılacaq bir puldur. Əgər səhv etmirəmsə 1 saatı 12.50-dən hesablayanda 8 saata 100 avro pul eləyir. Yəni burada bir Alman vətəndaşı 8 saata 100 avro pul qazanır. Minimumdan götürsək. 2 günə 200 avro və bu qədər pazarlıq eləyib gedir. Yəni gördüyünüz kimi bura yığmışam, 2 dənə sumkaya yığmışam. Baxın. Arxada bir dənə valiz var, yəni daşıya da bilmirəm, o dərəcədə çoxdur. Amma Azərbaycanda 2 günlük maaşla insanlar nə yiyir, nə içir, onu bir özləri bilir, bir də Allahlar bilir ki, onlar nə, hansı bir əziyyəti çəkirlər. Və 187 avronu xahiş elə manatı çevirməyin. Yəni 187 avronu bırax 2-yə 350 avro, nə bilim 380 manat. Yox, elə deyil.
siz 187 evroya 187 manat kimi yanaşın. Salamik. Siz 187 avroya 187 manat kimi yanaşın. Sizcə siz bu qiymətə gedib Bravoda, Araz Marketdə, Bazar Store'da bu qədər alış-veriş eləyə bilərdinizmi? Bunu düşünün.